Salam, hər vaxtınız xeyir olsun, hörmətli Neftçi TV izləyiciləri. Prime Sports futbol mərkəzindən canlı reportajımıza başlayırıq. Neftçinin 15 yaşlılardan ibarət komandası Karvan Yevlağı qəbul edir və bu maç U15 liqasında 3-cü dövrənin 3-cü turunun oyunudur. Hakim saatına baxır, fit səsləndi və maç başlayır. Neftçiyə uğurlar arzulayırıq. Neftçi hücumdadır. Ötürmə Murad istiqamətində Axundzadə çatdı topa. Murad Qapçılı özbözdə Axundzadə və gol! Hesab açılır. Murad oyunun 8-ci dəqiqəsində hesabı açır Neftçiyə. Əla ötürməsi idi Murad istiqamətində və Axundzadə Qapçı ilə üzbəüz qalır. Topu qapıdan keçirir Murad. Təbii ki, Murad da burada yaxşı sürət yığdı. Əla açıldı müdafiənin gerisinə. Ötürmə, yenə burada Supan Həziyev, başla zərbə və ikinci gol. 2-0. Bu dəfə Supan yox, digər mərkəz müdafiəçimiz Kənan Əzimov başla zərbə vurur və bu zərbə dəqiqə alınır. 2-0 olur hesab. Burada boş buraxdılar, heç kim tutmurdu. Mirəl Əkbər Cavadzadə yenidən topladı Mirəl Əkbər. Daha ötürmə Murad və dubl edir Murad Axundzadə. 3-0 15-ci dəqiqə. Murad Axundzadə özünün ikinci, Neftçinin 3-cü qolunu vurur. Karvan Yevlax futbolçuları kobud səhvə yol verdilər və Supan Əlizadənin zərbəsindən sonra Aqil Əliyev. Ötürməyini Murad istiqamətində Axundzadə qapısını keçir və Aqil Əliyev burada qaydanı pozur. Penaltini özü də yerinə yetirmək üçün gəlib. Hələ ki, fit səslənib, yalnız indi işarə gəlir. İmran topa yaxınlaşır və hesabı 5-0 edir. İmran Hüseynzadə ilk golun asistini etmişdi. 5-ci qolu isə özü vurur. Sağ candan top oyuna daxil edildi. Burada Ramil İsmailli kapitanlıq sayılısını deyəsən komandalışı Sərdar Atakişiyevə verdi. O birisini əvəzlənəcək. İndi Supan və daha bir gol. Əlizadə dubl edir. Hesabı 6-0-a çatdırır. Supan əla daxil oldu orada sol cəhdən. Mərkəzə meyilləndi. İzləyək təkrarını. Yaxşı gəldi və yenə eyni küncə vurur topu. Olacaq? Yox, olmayacaq. Çünki birinci hissə başa çatır. Hakimin işarəsi gözlənilir. Fit səsləndi və ikinci hissə başladı bir daha. Uğurlar. Neftçi. Düzdür, artıq hesab 6-0'da. İmkan idi. Alınmadı, amma hücum davam edir. Əkbər orada keçdi rəqibini. Əkbərdən ötürmə qapı qarşısına və daha bir gol. İkinci hissədə ilk qolumuzu Uğur Əsədli vurur. Meydana sonradan daxil olan Uğur Əsədli. Burada Əkbər bir rəqibini keçdi. Ötürmə Uğur'a Əsədlinin zərbəsindən sonra toxunuş da var idi və beləliklə top qapıdan keçir. İndi sağ cəhdən Neftçinin hücumu Murad Hacıyev və 8-0 olur hesab. Neftçinin bu oyunda fərqin bu qədər yüksək olmasına baxmayaraq hələ də bu qədər istəklə hücumlara atılmasının səbəbi də məhz budur. Çünki xallar bərabər olduqda bu göstərici Neftçidə 1-ə bərabər idi bu maçdan əvvəl, amma hazırda vurulan 8 qolla bunu belə bir epizodda həmin o fərq azalır. Çünki mərkəzdən başladıqdan sonra dərhal Karvan Yevlax futbolçuları fərqi azaldırlar burada. Bizsə qolun təkrarını izləyirik, necə baş verdi, necə oldu burada.
topu və 80 dəqiqə tamamlandı. Hakim elə saatına baxır və fitni səsləndirir. Maç başa çatdı.